الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين رسولنا محمد وعلى آله وصحبه أجمعين أما بعد. Bu aralar çox danışılır möhür barədə. Möhürlə namaz qılmaq olarmı? Belə bir şey varid olubmu? Cavabı xeyr. Belə bir şey səhih şəkildə varid olmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm və ya səhabələr möhürə səcdə etməyib. Bəli, Peyğəmbər torpaq üzərində namaz qılıb səcdə edib. Amma 7 əza ilə, 7 əza gedir səcdiyə. Bir baş ya burun üçün torpaq daş möhür hazırlanmamalıdır. Əgər belədirsə, o zaman 2 metrlik daş hazırlayın, onun üzərində səcdə edin də. Yəni başla burun nə əlaqə ayrı-ayrılığında. Belə bir şey varid olub. Bu gülüncdür. Nə əqlən gəlməyib, nə nəqlən belə bir şey varid olmayıb. Yəni nə əqlə sığmır, nə nəqlə. Qısaca müxtəsər belə deyək. Qarşı tərəf bizə müxalif olmaq üçün bunu ediblər. Yəni onlar ümumən hər şeylə müxalifdirlər. Müxalif olmağa çalışırlar. Hətta öz kitablarında bizə müvafiq olan bir şey gəlsə də, rəvayət olunsa da, deyirlər ki, yox, bizim tərəf öz tərəfləri. Güya ki, təqiyyə edib, ona görə qəbul etmirik. Özlərini də arada bir belə səhv şəkildə, səhv çıxardaraq yox edirlər, silirlər, qəbul etmirlər. Nədir ki, biz əhl-i sünnəyə, ümmətə müxalif olaq. Allah onları hidayət etsin. Allah onları islah etsin. Allah bizi də eşidib faydalananlardan etsin. Nəstəğfiruka və nətubu ileyhi vəlhamdülillahi rabbil alemin.